Bir dəfə haşiyəyə çıxıram, üzr istəyirəm. Buyurun. Mən istəyirdim İmam Hüseyni ziyarətə getmək. Heç vaxt getməmişdim. 2017-ci ildə belə içimdə o qədər arzulayıram. Elə istəyirəm getmək. Hansısa işlə mi bağlı, nəyləsə bağlı alınmır. Həyətdə iş görürdüm, yay aylardı. Belə İstədim elə çay qoyum içim bir. Dincəlmək üçün susuzluğundan da yanıram. Getdim məhəllə marketinə və balaca. Oradan su aldım ki, küçədə xoşlamıram su içməyi isti havalarda xüsusən. Dedim həyətdə içim. Belə evə çatmağıma az qalıb. Gördüm məhəllə uşaqlarından biri qaçır, belə maykada satdı balaca uşaq. Qaç-tutdu oynayırlar, nəsə oynayırlar, su içindədir, belə qaçır. Qaça-qaça da belə əlimdəki butulkaya baxa-baxa qaçdı. Yay ayı, səhərin su əlində. Baxa belə qaçdı, çağırdım ki, gəl bura. Sən suzumu sabıydı. Rövşən abi. Dedim, ala. Verdim və işte xırda əməldir də, 40 qəpiklik sudur. Verdim uşağa. Həyətə girdim. Üstündən bir 6-7 dəqiqə keçir, 10 dəqiqə keçir. Dedim, telefonuma zəng gəlir ki. Rövşən, tez xarici pasportunu göndərmə. Dedim, nə məsələdir? Tez, mütləqdir. Bir adam var, deyib ki, Rövşəni göndərir Kərbəlaya. Tez bu dəfə bizimlə getməlidir. Yəni, bu adamların, bu Əhl-i Beytin səninlə olan təmasıdır. Necə görürsən bunu? Bax, mən nə iş gördüm ki? Neynədim ki? Bir də sadəcə istəyim vardı getmək. İstəyirdim. Bir də xırda bir dənə, məhəllədə bir dənə belə balaca bir şey elədim də. Və girdim həyətə 10 dəqiqə keçməmiş bu xəbər gəldi mənə. Da başlamadım, Allah'a hardasa axtarım, yanımızdadır hər an, hər saat. Ona görə gətirib bağlayıram, ona ki, yaradıcı insana dediyiniz sual ki, ilahinin bir yolu lazımdır. Yox, həmişə lazımdır və həmişə də o yolu qoyub sənin üçün. Sadəcə istəməlisən və hardan istəməlisən, onu da qoyub sənin üçün.